Uşaqlarda mədə 12 barmaq bağırsağın anadan gəlmə inkişaf qüsurları və bunların diaqnostikası. Ana bətnində mədə və 12 barmaq bağırsaqda olan problemlər artıq öncədən bilinir, fetal ultrasəs müayinəsində görülür. Bunlar 12 barmaq bağırsaq və mədə çıxışının atreziyalarıdır, yəni bunların olmamasıdır. Bu halda doğulan uşaqlar artıq hər 5-8 min uşağın birində rast gəlinir. Filorik atreziya isə hətta 20 min uşağın birində rast gəlinə bilir. Yəni bu çox nadir haldır. Amma günümüzdə bu pasientlərin sayı getdikcə artır. Ətraf mühitin təsiri, qidalanma, stress və keçirilən xəstəliklərə görə bunların yaranma tezliyi daha da artmışdır. Ana bətnə fetal ultrasəs müayinəsində mədə tək böyük bir şar şəklində görünürsə, bu mədənin çıxış hissəsinin atreziyası. Filorik atreziya, mədə və 12 barmaq bağırsaq, double bubble dediyimiz 2 dənə qaz puzuru göründüyü halda isə 12 barmaq bağırsaq atreziyasıdır. Dediyimiz kimi uşaq mədə amnion mayesini udur və bu bütün bağırsaqların içinə paylaşır. Və həmin keçircilik 12 barmaq bağırsaq və mədənin çıxışında pozulduğu halda həmin maye keçə bilmədiyini bir hissədə yığılır, şar şəklində görünür və bu da artıq fetal ultrasəsdə görünür. Erkən diaqnostika bizə nəyə kömək edə bilir? Çünki pasientlərə vaxtında yanaşım, yəni ana bətnində diaqnostika doğulan kimi uşaq cərrahisi olan bir mərkəzdə doğulması və erkənli planlı hazırlanaraq cərrahi əməliyyatı olaraq xəstənin həyatını xilas edilməsidir. Təşəkkür edirik.